şəhid anıları, müəllim heyəti və şagirdlər. Sizin hər birinizi xoş gördük, hər birinizə xoş gəldin deyirəm. Bugün biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə iş adlı tədbirimizə başlayırıq. Və bugünkü tədbirimizdə əsas bizim məqsədimiz şəhid ailələri ilə, müharibə iştirakçıları ilə görüşmək, onların yanında hər zaman olmaq, onların sosial problemlərini və sosial problemlərin həllinə dəstək olmaqla yanaşı, onlara maarifləndirilməsi ilə bağlı işlər aparmalıyıq. Və bu günlərini tədbirimizə başlamazdan əvvəl zəhmət olmasa dövlət himnimizi oxuyalım. Bizim qəhrəman döyüşçülərimiz var burada. Canlarından keçən şəhidlərimizin tanıdılmasıdır məqsəd. Bizim bu oğullarımızın döyüş yolları ilə siz gənclər tanış olmalısınız. Biz onu onsuz da ictimaiyyətə çatdıracağıq. Bütün qonaqlarımıza xoş gəldin deyirəm. Hər biriniz xoş gəlmişsiniz bizim məktəbimizə. Məktəbdə bilirsiniz ki, şəhid Allah Mustafa İbadını daşıyıq. Biz şəhidlərin hamısına borçluyuq. Mənim nəsil nəzakətindən 10 nəfər şəhid var. Atam da şəhid olur. Allah rəhmət. Və biz hər zaman şəhidlərin yolunda baş əyirik, onların qarşısında baş əyirik, onların valideynlərinin qarşısında baş əyirik. Eyni zamanda Qarabağ qazi ailələrinin hər birinin qarşısında baş əyirik. Mən bir daha sizə xoş gəldiniz deyirəm və tədbirimiz davam edəcək. Sağ olun. Çox sağ olun, müəllim, mən sizə təşəkkür edirəm. Bilirsiniz ki, əziz şagirdlər, bizim 44 günlük müharibədə qədər şəhidlərimiz oldu. Necə uğurlu zəfər çağırıq, Ali Baş Komandanımızın rəhbərliyi altında bizim Rəşadətli ordumuz 44 gün ərzində bizi bölünməmiş qələbə çağırır.
Və biz bütün bunların hamısını bizim döyüşçülərimizə, rəşadətli ordumuza, ali baş komandanımıza borçluyuq. Bu günlərin gəlin biz onlardan da müsahibələrini, onların bu sözlərini dinləyək. Sadıqov Tahir Balavonoğlu 92-ci ildə Daxili İşlər Nazirinin Daxili Qoşunlarının xüsusi təyinatçısında xidmət etmişəm. 2 dəfə yaralanmışam, hal-hazırda 1-ci qrup qaziyəm. Bərdə Qazilər birində sədr müavini. Hüseynov Əli. Kəlbəcərdə olmuşam. Bağlı dağı üstü. Gəl bir yerdə Arayıb Bayram, Daxili İşlər Nazirinin polisçisi olmuşam. Bütün bölgelerde de döyüşmüşəm. Döyüş olma Əhməd. Bərdədən qur qoşunlarda döyüşmüşəm. Bütün bölgələrdə Ağdan, Kəlbəcər olduğunda gedən döyüşlərdə yer alırım. Hal-hazırda da 2-ci qrup Qarabağ qaziyəm. Qasımov Rıdvan Əkbəroğlu 701 hərbisən 5-ci Bərdə tavorunda Laçın, Kəlbəcər, Ağdərə, Ağdam uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. 2-ci qrup Müharibə Əliyev və şəhid qardaşıyım. Abbasov Əli Yaquboğlu 1991-dən 96-ya qədər döyüşmüşəm özümdə qaldı. Mən Can Baxışov Cəmal Xasayoğlu 92-ci ildən Azərbaycan dövlətinə xidmət eləmişəm. 2 dənə milli qəhrəman döyüşçü yoldaşım olub. Səfiyyat Beyqudov, Elgiz Kərmov. 2-ci qrup qaziyəm. Mən Qəhrəmanov Səyyar Ramazanoğlu 701 hərbistanın 5-ci Bərdə tavorunda Laçın, Kəlbəcər olduğunda gedən döyüşlərdə iştirak eləmişəm. Özümdə hal-hazırda 1-ci qrup Gülüzdən Əli, Mülkü Əli. Ben Həsənov Səkinə. Həsənov Oğuz Qısıvoğlu'nun bacısıyım. Ben Salam Bəsli, Salam Rüstəm, şəhid Rüstəmin qızıyam. Salamlayıram hər kəsi. Naybe xanım sizi salamlayıram. Sizləri, bütün döyüşçüləri salamlayıram. Xoş gəlmişsiniz bir saylı məktəbə. Mən də şəhid Ədlov Səidin anasıyam. Adım Əzizədir. Döyüş haqqında danışmaq bizlərə düşmür. Onu görən oğullar üçün. Daha asaddır o döyüş müharibənin də keçən dəqiqələri. Ən azından mən bir onu demək istəyirəm ki, bu gənclərə vətənpərvər böyüsünlər, vətəni sevsinlər. Hər bir ana üçün övlad itkisi ağırdır, çətindir. Mənim oğlum da 701 saylı hərbi hissədə döyüşlərə qatılıbdır. Yəni, o elə bir hərbi hissə olub ki, yəni orada itki çox olubdur. Səid 2 aydan sonra tapılıb verilibdir. Oktyabrın 2-si şəhid olub. Dekabrın 3-də də bizə təhvil verilib, biz onu dəfn eləmişik. Şəhidlər xiyabanında oluyor. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Sağ olun. Biz bir də onu deyim ki, biz istəmirik müharibə olsun. Yəni, heç bir anaların gözündə yaş olmasın. Bu övladlarımız vətən üçün xeyirli övladlar olsunlar. Qəhrəman olsunlar, birliklərində, savadlarında. Firavan yaşasınlar, həmişə də şəhidlərimizi yad eləsinlər, unutmasınlar. Bugün biz o şəhidlərə borçluyuq. Allah hamımızla razı olsun. Çox təşəkkür edirəm ki, belə formada kəlmələr çəkilirsiniz. Bizim şəhər analarının hər birinin qarşısında baş əyirək. Onlar bizim təxtilimizdir, onlar bizim şərəfimiz, həm şəhidlərimizin ailələri və ata-analarımız. Bir daha hər birinin qarşısında baş əyirək.